eləsə, gəlin söz önlərindən yerdə qalan izahlarımıza başlayaq. Deməli, birinci, choose a correct variant, düzgün variantı seçin. To watch the film, film izləmək. To explain the task, tapşırığı izah etmək deməkdir. Deməli, baxın, watch, explain, join və digər bir çox feillərimiz var təbii ki. Enter feili məsələn. Bunlar özlərindən sonra sözünü istəmir. Baxın, birincidə və ikincidə sözünü qoymayıb. Deməli, 1 ilə 2 bizim düzgün cavabımızdır. Amma enter özündən sonra sözünü istəmir. Enter the room olmalıdır. Bu into səhvdir. Answer the question, suala cavab vermək olmalıdır. Səhvdir. Answerdən sonra o vaxt biz sözünü qoyarıq ki, tonu qoyarıq ki, answerdən qabaq ya z ya da n artikli gəlsin, yəni isim olsun answer. Z üstə gərək answer olsa, yəni isim olsa, bu zaman biz to sözünü qoya bilərik. Bu qayda visit üçün də keçərlidir. Yəni answer cavab vizitdə səfər mənasını verəndə, isim kimi işlənəndə to ilə işlənə bilər. Cavabımız 1-2 bəndidir. Keçək ikinci testimizə. To meet friends, dostlarla qarşılaşmaq. Bu düzgündür. Niyə? Çünki meet özünə sonra sözünü istəmir. To attend classes, attenddən sonra sözünü işlənməz. Travel on train deyil. Travel on a train olmalıdır. Çünki əgər nəqliyyatın qabağına on və yaxud da in qoymuşuqsa, bu zaman artiklı mütləq bir şəkildə qoymalıyıq. Amma yox, artikl qoymaq istəmiriksə, onda by train qoysaq düzgün olardı. Yəni, ancaq bu iki variant düzgündür. Ona görə 3 də yanlışdır. To visit relatives, qohumlara baş çəkmək. Visit burada feil mənasında işlənibdir. Visit əgər isim olsaydı, to qoyardım. Fail deyə heç nə qoymuram, çılpaq formada işlənir. Cavab 1-4 A bəndidir. Davam edirik. Üçüncü testdə to rely on someone, kiməsə bel bağlamaq, inanmaq. Bu düzgündür. Laugh at, kiməsə gülmək. Ət yeyib gülürük. Shout at, qışqırmaq. Smile at, gülümsəmək. Look at, baxmaq. Glance at, stare at. Bunlar ətlə işlənir. Deməli, 2 yanlışdır. Depend on, asılı olmaq 4 düzgündür. 1 düzgündür. Belong da məxsus olmaq deməkdir. Bax, qeyd edin uşaqlar. Belong to sözünündən işlənir. Ona görə bizim cavabımız 1 və 4-dür debəndi. Baxaraq 4-cü testdə. Bayaq explain demişdik ki, heç bir sözünündən işlənməyən feillərdəndir. Get home, home sözünü sevmir. Ona görə get home şəklində işlənir. Give from smoking deyil. Baxın, siqareti tərgimək, yəni siqaret çəkməyi tərgimək. O give up-dır. Give up-dır tərgimək, imtina eləmək. Give up smoking olmalıdır. Border Russia, Rusla sərhəd olmaq. Bu da border onunla işlənir. Bunu mən sizə çox demişəm uşaqlar. Ona görə 3-4 yanlış olduğu üçün 1-2 cavabımız B bəndi. 5-cidə yenə düzgün variant soruşur. Baxırıq, məsəl üçün, go on holiday. Holiday həmişə onunla işlənir. Bu düzgündür. Bağışlayın. Holiday onunla işlənir. Bu düzgündür. Go on holiday. Sonra 4-ə baxırıq. Visit to relatives. Qohumlara baş çəkmək. Baxın, visit isim olmalıydı ki, to olsun. İsim yoxdursa, elə belə deyək, visit isim olanda tonu da götürüb qonaqlığa gedir. Belə deyək, visit yəni isim olanda tonu sevir. İsim olmayanda sevmir. Yəni, feildirsə sözünün ehtiyac yoxdur. 4-ləri atıram. Sonra answer to the question, suala cavab vermək. Yenə answer qayda, answer də visit kimidir. Suala cavab vermək. İndi baxın, answer də burada feil kimi işlənib, ona görə to'ya ehtiyac yoxdur. Ona görə bizim cavabımız 1 və 3-dür. Cavab C bəndidir. Deməli, sizə bir şey deyim. Baxın, tutaq ki, bax qızlar, testi işləyirsiniz də. Tutaq ki, ay Allah, baxdınız ki, sinki bilmirəm mən. Bu zaman nə eləməlisiniz? Bildiklərinizə gedin. Go on holiday nağdı var burada. Bunu bilirəm ki, tətil onunla işlənir. Go on holiday, tətilə getməkdir. Sonra, visitin qaydasını biz bilirik. Yaxı, answer və visit, dönüb-dönüb niyə deyirəm? Əzbər alsın deyə. Answer və visit feilləri feil kimi özlərindən sonra to və yaxud da heç bir sözünü istəmirlər. Amma answer və visit isim kimi işlənəndə tonu istəyərlər. Baxarıq 6-cı testimizə. To be interested in, bunu biz hər dəfə mən sizə demişəm. In-lə başlayıb, in-lə qutarır. Bununla bağlı sizə birini də öyrətmişdik. Include in. Bu da in-lə başlayır, in-lə bitir. Include in, interested in. Deməli, 1 oldu A bəndi. 2 də belong to, məxsus olmaq. Bunu bayaq mən sizə işləmişdim, qabağımıza çıxmışdı. Look at də kiməsə baxmaq, bu da olur at C bəndi. Deməli, onun cavabım olur A, B, C. O da olur 6-da A bəndi. 7-ci testdə birləşdiririk. Baxaq. Go in var, go getmək, in kiçik bir nəqliyyatdır. Go in a car, maşında getmək. Kiçik nəqliyyatlar, baxın. In, artikel, sonra isim gəlməlidir. Deməli, 3-də olur A bəndi.
Ride on. Ride on nədir? Sürmək. Ride on a horse. Atı sürməkdir. Bu B bəndidir. Bunu yadda saxlayın. Ride on a horse. At sürmək. Deməli, niyə on olur? Çünki biz atın üzərinə çıxıb sürürük axı onu. Eyni zamanda da at sürmək, velosiped sürmək, bu yaxında qabağıma çıxmış dəvə sürmək, bunlar ride-la işlənir. Amma maşın sürmək drive fe'lindən istifadə etməliyik. Drive come məsələn. Sonra travel by. Bax, by var ilə. By varsa mənə artikel lazım deyil. O da olur, deməli, travel by train, qatarla səyahət eləmək C bəndi. İndi baxın, cavabımız C-ba oldu. C-B-A. Cavab B-dir. Bu heç. İndi baxın qızlar, variantlarla işləməyi öyrənəyin. Baxın, by varsa, by'dan sonra artikel gəlmir. By artikel sevmir. Deməli, burada artikel var. Deməli, 1 olur C. Anladıq? Sonra go in. In kiçik nəqliyyatdan işlənir. İçərinə girdiyimiz nəqliyyatlar inlə işlənir. Car. Bu oldu A. Onda üzərində də atı sürürük B bəndi. Yəni, çox rahat bir şeydir. Yəni, biraz əzbəri olunu bilmək lazımdır. Biraz məntiq işlətmək lazımdır söz önündə. 8-ə baxaq. Deməli, bad. Bax, mən sizə demişəm qızlar. Bad at. Be bad. Pis olmaq. To be bad at something. To be good at something. Nədəsə yaxşı olmaq, nədəsə pis olmaq. Ona görə baxın, yəni burada da özdə nə işlənir ha? Daha çox verir bunu sizə nə ilə? Fənlərlə. Məsəl üçün, I am bad at English. Mən ingilisdə pisəm. Və yaxud da I am good at English. Fən adları verir, elm adları verir. Ona görə avtomatik burada qoyuram at. Deməli, bir də olur A bəndi. Özdə həmişə variantları belə qıraqda testdə yazın. 1A, məsəl üçün 2B, tutaq ki 3C. Sonra ABC şəklində tapın, diqqətli olun variantda. Birdən burada düzdə var, ora səhv yazarsınız, Allah eləməsin. Sonra bax, trip səyahətdir. Mən sizə demişdim ki, bütün səyahətlər onunla işlənir. Deməli, cavab 2-də, 3-də B bəndidir. Go on a trip. Burada oldu 10. Care for animals. Care for animals heyvanların qayğısına qalmaq deməkdir. Yəni laqeyd olmamaq. Cavab indi nə oldu? Özüm sürüşdürdüm. Yadımda qalmadı. 1-də olur bad at A bəndi, 2-də olur C bəndi, 3-də olur B bəndi. A, C, B. A, C, B cavabı da D bəndindədir. Deməli, burada qeyd edirsiniz, qızlar, bu care for-u biz keçmişdik. Dünya nigardan. Care for, qayğısına qalmaq, önəm vermək. Bax, orada vardı, I am care for you, mən sənin qayğına qalıram, yəni mənim üçün önəmlisən, əhəmiyyət daşıyırsan. Amma desəm ki, I don't care for you, yəni vecimə də deyil deməkdir. Yəni sən mənim vecimə deyilsən, mənasını verir. Dependi bilirik, ondan işlənir. Look-u bilirik, for-dan işlənir. Look for axtarmaq, depend on asılı olmaq, complain about da neysə bağlı, haqqında şikayət eləmək deməkdir. Gəlin bir dənə buradan complain işlənməsini öz gözlərinizdən görün. Baxın, complain of something nədənsə şikayət eləmək. Məsəl üçün, I complain of my problems. Mən problemlərimdən şikayət eləyirəm. Something cansızdır burada, nəsə deməkdir. Sonra complain about nə iləsə bağlı haqqında şikayətlənmək. Bir də complain to kiməsə şikayət eləməkdir. Düzün deyirəm, I complain to my sister. Bacıma şikayət etdim. Kiməsə şikayət etdim. Özdə fikir verin, bax, tular 90% hallarda canlılarla işlənir. Complain to canlı ilə işlənir. Complain of cansızdan işlənir. Complain about da nəsə haqqında şikayətlənmək. Deməli, nə öyrəndik? Complain 3 söz önünə işlənə bilər. Of-la, about-la, to-la. To canlı bildirir, of cansız bildirir, about da haqqında mənasını verir. Deməli, burada complain-i about-la işlətmişik. Biz 3-də olur A bəndi. Deməli, 1B, 2C, 3A, B, C, A cavab edir 9-da C bəndi. Bax, davam edirik 10-cu sualdan. Graduate məzun olmaq deməkdir. Graduated from the university. Universitetdən məzun olmaq 1 olur B bəndi. 2-yə baxırıq. Take care of. Qayğısına qalmaq deməkdir. 2 olur C bəndi. Normal lüğət bazanız olsa bunu bilərsiniz. Participate in-i də 50.000 dəfə işləmişik, biz keçmişik. 3-də A bəndi. Participate in, iştirak eləmək. Take part in-lə sinonimdir. Deməli, B, C, A. Bıca. Cavab eləyir Y bəndi. 11. To be late for school. Məktəbə gecikmək. 1-də oldu C. Full of energy. Enerji ilə dolu olmaq. Bu oldu B. Bax, full of-la işlənir. Sonra, to be angry with someone, kiməsə əsəbləşmək. Angry with someone. Deməli, kiməsə əsəbləşmək deməkdir. Bu da olur nə? A bəndi. Deməli, cıba. Cıba olur B bəndində. 12-ci testimizə baxırıq. Bunu 50.000 dəfə işləmişik. Look forward to. Səbirsizliklə gözləmək. 1 oldu B bəndi. Fall in love with somebody.
kiməsə aşiq olmaq demək. Hələ burada bunun vizi də ola bilərdi. Fall in love with somebody, dünyanigərdən əzbərləmişdik. Kiməsə aşiq olmaq. 2-də olur A bəndi. 3-də dream of success, uğur arzulamaq, uğur xəyalında olmaq, belə deyək. Dream da burada of-la işlənir. Bu da oldu cavab C bəndi. Elə bu dream of success-i yazın dəftərinizə əzbərləyin qızlar. Bu A, C, bac. Bu da olur D bəndində. Suffer from, nədənsə əziyyət çəkmək. Bunu mən sizə keçmişim. Suffer from, məsəl üçün deyirəm ki, I suffer from flu. Mən qripdən əziyyət çəkirəm. Yəni suffer from adətən hansısa xəstəlikdən əziyyət çəkəndə istifadə olunur. Believe in, inanmaq. C bəndindən işlənir. Believe in, inanmaq. Laugh da gülmək, ət yeyib gülürdük. Mən sizə demişdim, laugh ətdən işlənir. Bu da olur A bəndi. Bıca. Bu da olur cavab Y bəndi. Deməli, laugh at, believe in, suffer from-la işləndi. Put out the fire. Baxın, yanğını söndürmək. Mən bunu yazmışam siz əzbərləmək üçün. 1 A bəndi. Turn on the TV. Televizoru yandırmaq. Çünki turn on yandırmaq deməkdir. 2-də olur C bəndi. 3-də put on a jacket. Jaketi geyinmək. Çünki put on geyinmək deməkdir. İndi bir şey deyim. Turn on televizoru yandırmaqdır. Amma turn off söndürməkdir. Sonra put on geyinməkdir. Amma take out of soyunmaqdır. Sonra bir də var put off. Put off soyunmaq deyil. Bunu qatmayın ha. Put off təxirə salmaqdır. Yəni cancel. Bir də postpone. Bu üçü təxirə salmaq mənasını verir və sinonimdirlər. Sonra put out nə oldu? Nəysə yanğını söndürmək oldu. Put on geyinmək oldu. Var məsəl üçün put aside. Məsəl üçün deyirəm ki, put your phone aside. Ortaya girirsən, tamamlıq burada. Telefonunu kənara qoy deməkdir. Aside kənara. Put your phone aside. Telefonunu kənara qoy. Sonra var bir dənə də put down a revolt. Put down a revolt. Bu nə deməkdir? Put down a revolt, üsyan yatırmaq deməkdir. Revolt, üsyan deməkdir. Put down-dan istifadə olunur. Yəni, bunları əzbərləyin dedikcə yadınızda qalsın. 15-ci testə baxırıq. Deməli, graduate nə ilə işlənir dedim. Əslində o graduate yox, graduate kimi işlənir. Məsələn, biz during deyil, amma during kimi tələffüz olunur. Yeni lüğətlərdə elə yazılır. Graduate from-la işlədirik. Məktəbdən və yaxud universitetdən məzun olmaq. 3 oldu B bəndi. Shout, qışqırırıq. Ət yeyib qışqırırıq, bir də gülüb qışqırırıq. Shout ətlə işləndi. Sonra smile ətlə işlənir. Look ətlə işlənir. Sonra glance ətlə işlənir. Stare ətlə işlənir. Bunları əzbərləyirik. Argue with someone. Kimləsə mübahisə eləmək deməkdir. Argue, mübahisə eləmək, yadda saxlayın. Deməli, bir də olur C, A, B, C lazımdır bizə. O da oldu C bəndi. Sonra take care of someone. Kimisə qarşısına qalmaq. Baxın, avtomatik ofu dedim. A bəndi. Wait for a friend. Dostunu gözləmək. Wait for-la işlənir. 2 olur C bəndi. Look up a word in the dictionary. Lüğətdə söz axtarmaq. B bəndi. A, C, B. A, C, B. Bu da elir D bəndi. İndi baxın qızlar. Look up a word in a dictionary nədir? Look up-ı mən sizə nədə öyrətmişdim? Demişdim ki, look up lüğətdə söz axtarmaq deməkdir. Wait for, onu əzbərləmişik, gözləmək deməkdir. Take care of da qayğısına qalmaqdır. Look after da qayğısına qalmaqdır. Look after qayğısına qalmaq. Deməli, burada look-la bağlı ifadələrə baxaq. Look at oldu, baxmaq. Sonra look out, ehtiyatlı ol deməkdir. Sonra look forward to, səbirsizlə gözləmək deməkdir. Sonra look up, lüğətdə söz axtarmaq. Sonra look through, nəzərdən keçirmək, gözdən keçirmək. Məsələn, deyirəm, mən qəzetə baxdım və məlumatları look through elədim, nəzərdən keçirdim. Baxırıq 17-ci testimizə. 17-ci testimizdə differ nə işlənir? Differ və different. Hər ikisi from-la işlənir. Elə 2B-dir. Look information. İnformasiyanı ayırmaq. Look for information. İnformasiyanı axtarırıq biz. C bəndi olur. Agree to a proposal. Təkliflə də razılaşmaq. Agree to a proposal. Agree, bu agree-ni necə işlədirik? Agree with, üstə gələk canlıdır. Somebody'dir. Agree with you. Səninlə razıyam. Amma agree to cansızdır. Bir də bayaq mən dedim, adətən tular canlı ilə olur. Diqqətli olun. Agree-də elə deyil. Sadəcə bu əzbər məsələsi uşaqlar sözünü. Deməli, bir də cavab olur. Agree to ABC-dir deyəsən. ABC 17-də olur o bəndi. 18-ə baxaq. Go on getmək. Nəyə getmək? Holiday getmək. 1B. By var. Go by train.
train qatarla getmək. G home da evə getmək. Oldu nə bu? A-cı. Bu A-cı oldu B bəndi. Çox üzərində qalmıram. Zaten bunu artıq bildiniz. Responsible for nəyə görəsə məsuliyyət daşımaq deməkdir. Afraid of nədənsə qorxmaq deməkdir. Satisfied with də məmnun olmaqdır. Nə eləsə məmnun olmaqdır. Sadəcə bunu da əzbər bilməlisiniz. Deməli for-dursa C, of-dursa A, with-dirsə B. C-A-B. C-A-B, C-A-B oldu C bəndi. 20-ci testə baxırıq. To be bored with. Bored with bilirsiniz nədir? Və yaxud da deyirəm I am bored with you. Yəni səndən bezmişəm. Bored with bezmək deməkdir. Late for gecikməkdir. Bunu bilirsiniz. Late for school məktəbə gecikmək. Good at drawing şəkil çəkməkdə yaxşı olmaq. Bayaq dedim good at bad atla işlənir. Bu çox asandır. Deməli 1-də oldu A bəndi, 2-də oldu C, 3-də oldu B. A, C, B. A, C, B cavabı oldu D bəndində. Baxırıq 21-ci sualımıza. To be fond of xoşlamaq deməkdir. Interested in-dən işlənir. Curious də about. Curious about nə deməkdir bilirsiniz? Bir şeyi həddindən çox maraqlanmaq. Yəni o adamlar hər şeyə maraqlı olur, hər şeyə burnunu soxur. Curious bax həmin o adamlara deyirik. Heç nə bunu da əzbərləyin. Curious about-dan işlənir. Interested in bilirik. Fond of da sevmək, xoşlamaq. Fond of like-ın sinonimidir. Bunu da biləsiniz. Deməli cavabımız bir olacaq. B, A, C. B, A, C, B, A, C olur Y bəndi. 22-ci testdən davam eləyəyim. 22-də to be cross with. To be cross with bilirsiniz nədir? Kimləsə cross nədir? Bax, bu xaçdır elə. Kimləsə cross with eləyirik, xaçdaşırıq. Yəni bu nə demək? Yəni x-a düşür də o bizdən ötürü. Biz ondan küsürük. Cross with küsmək deməkdir. 1 oldu A. Ashamed of utanmaq deməkdir. 2 oldu B. Sorry about nəyə görəsə üzgün olmaq. Sorry for da ola bilər. Sorry about ola bilər. Nəyə görəsə üzgün olmaq. O da olur C bəndi. Deməli, cross with, ashamed of, sorry about. Cavab oldu A, B, C. A, B, C cavabımız. A bəndindədir. Copy with-dən işlənir. Baxın, bax, bunu mən əzbər bilirəm ki, copy with öhdəsindən gəlmək deməkdir. Sonra 1-də oldu C bəndi. 2-də approve, bəyənmək, insist. Bax, bunu əzbər bilirəm. Insist ondan işlənir. Deməli, bu olur B bəndi. Approve da of-la işlənir. Bu da olur A bəndi. C, A, B. C, A, B oldu cavab C bəndi. Və onu da deyim ki, burada approve of-un mənası təsdiq eləmək deməkdir. Baxırıq 24-cü testdə. To be wrong, famous nədir? Bax, bunun adı bilirik. Famous for. Proud of, wrong with. Wrong with nəsə səhv olmaq, nəsə yanlış olmaq. Məsəl üçün deyirəm, what is wrong with you? What is wrong with you? Yəni bu demək sənə nə olub, məsələ nədir? Bu mənadadır. Deməli, burada cavab olur 1-də B-dir, 2-də C-dir, 3-də də A-dır. B-ca. O da olur B bəndi. Baxırıq 25-ci testdə. Divorced. Divorced boşanmaq deməkdir. Boşananda kimdənsə boşanırıq biz. Divorced from-dan işlənir. 3 C bəndidir. Engaged with. Nə eləsə məşğul olmaq deməkdir. B bəndidir. Married to. Kimləsə evli olmaq, evlənmək. Evli olmaq. Evli olmaq deməkdir. Bir də olur A bəndi. A, B, C. A, B, C, o da olur cavab A bəndi. Married-la bağlı bir şey deyim. Bax, eləcə marry sözü var ya, evlənmək. Be married to, yaxud da get married to da qabağınıza çıxa bilər. To get married to. Bu evlənməkdir. Bir şey deyək ki, yox, evli olmaqdır, çaşdım, evli olmaqdır. Amma eləcə marry feili, evlənmək feili, to marry də adi bir feildir. Bu to onun feil olduğunu göstərir. Bu söz önündən işlənmir. Engaged with-də məşğul olmaqdır. Grateful. Grateful-u biz öyrənmişik. Baxın, grateful əgər canlı bildirsə, to ilə işlənir. Cansız olduqda for-la işlənir. Bunu biz belə miqaz aşında belə öyrənirdik. To be grateful to somebody for something. Kiməsə, somebody, kiməsə, nəyə görəsə, something, nə üçünsə minnətdar olmaq. Deməli, əgər canlıdırsa grateful to ilə, cansızdırsa for ilə işlənir. İndi baxın, burada for yoxdur, deməli grateful to ilə işlənir, canlıdır. Upset, qəmgin olmaq, nəyəsə haqqın, bir dəqiqə yox. Deməli, annoy, ət yeməkdən bezmişik. Annoy ət, bax, bu necə annoy, bezmək deməkdir. Ət yeməkdən bezmişik. Upset də about, nəsə haqqında qəmgin olmaq deməkdir. Deməli, 1-də deyən A, 2-də B, 3-də C oldu. Bu da oldu A bəndi. 27-yə baxaq tezcə. Capable, bacarıqlı olmaq, friendly, surprised. Deməli, surprised təəccüblənmiş deməkdir. Deməli, olur surprised at.
Kiməsə ət yeyib təəccüblənirik. Burada da demişdim, ət yeməkdən əsəbləşirik, annoyed, bezirik, o mənada işlədirik. Deməli, bir də olur nə? Capable of, bacarıqlı olmaq da nədəsə. Friendly to somebody, kiməsə mehriban olmaq deməkdir. Bunun sadəcə yenə tək yolu əzbərləmək və yadında saxlamaqdır. Deməli, friendly to, kiməsə mehriban olmaq. Capable of, surprised at. Bir də var, surprise sözünün bir dənə də işləmək var. Əgər qabaqda boşluq varsa, to my surprise olur. Qabaqda boşluq olanda to my surprise-dır. Amma özündən sonra su boşluq olanda at qoyursunuz. Deməli, cavabımız olur nə? C, A, B, cavab. O da oldu, deyəsən C bəndə. To be in need of. Need of, ehtiyat içində olmaqdır. Popular with, məşğul olmaqdır. Obliged to, bu da məcbur olmaqdır. İndi sizə bir şey deyim burada. Deməli, popular with, mən bunu sizə pleased with-lə yadda saxlayın demişdim. Please də P ilə başlayır, with-lə işlənir, popular da with-lə işlənir. Məşğul olmaq deməkdir. Famous for-un sinonimidir. To be in need of, ehtiyatın içində olmaqdır. Obliged to, obliged to, əksinə səhv oxudum onu. Obliged to da nəyisə nail olmaq demək, məcbur olmaq deməkdir. Onda bizim cavabımız olur bir də A, B, C deyinə. A, B, C, o da olur 28 A bəndi. 29-a baxırıq. 29-da attach, birləşdirmək deməkdir. Shout, qışqırmaq, take part-da iştirak eləmək. Bunu avtomatik beynimizdə kodlar yarandı. Take part-in, shout at. Beynimizdə bunun kodları var. Ona da olur attach to. Attach to-nu da bax burada öyrənmiş oldunuz, əzbərləyin. Çünki bu bilgiləri bilirdiniz. Deməli, 1-də olacaq B bəndi, 2-də olacaq C bəndi, 3-də olacaq A bəndi. Bıca lazımdır bizə, o da olur B bəndində. Deməli, take part-in ilə işlənir, shout at-lə işlənir, attach to ilə işlənir. Sonra baxırıq bura. Stare at, gözünüz eləyib baxmaq. Bayaqdan 50 dəfə demişəm. Bir də B bəndi. Fill in, doldurmaq. Baxın, niyə fill in olur bilirsinizmi? Bax, məsəl üçün deyirəm ki, fill in the blank. Blank nədir? Blankdır da, ağ blank. Ağ, məsəl üçün, blankı doldurmaq. Blankı nağarırıq, blankda nəsə boşluqlar olur. Biz onun içini doldururuq. Ona görə in ilə işlənir. Fill in the blank. Blankı doldurmaq. Bir də var dolu olmaq. O, dolu olmaq. Full of-dur. Bunu unutmayın. Full of dolu olmaqdır. Amma fill-in də doldurmaqdır. Məsəl üçün, full of water. Su ilə dolu olmaq mənasını verir. Deməli, try-a baxırıq. Try onunla işlənir. Nəysə promerka eləmək. Yəni, paltarı geyinib yoxlayırıq, promerka eləyirik. Bax, odur. Fill in oldu, bu da at oldu. Deməli, 1-də olur B bəndi, 2-də olur C bəndi, 3-də olur A bəndi, o da olur B, C, A, B bəndində. Deməli, bu söz yola düşmək deməkdir. Bu, adətən bilirsiniz necədir? Deyirəm ki, məsəl üçün, sərnişinlər yola düşdü, nə bilim, qatar yola düşdü, bu mənada from sözündən işlənir. Sonra, yola düşmək. In charge of. In charge of organizing the event. Məşğul olmaq deməkdir. He is in charge of organizing the event. O deyir, tədbiri organize eləməklə, yəni təşkil eləməklə məşğuldur. In charge of. Bu da bir ifadədir, qızlar. Əzbərləməkdən başqa yolumuz yoxdur. 32-də oldu A bəndi. Keçirik o növbəti testimiz 33-cü test. Bax, bayaq sizə demişdim, to be good at, to be excellent at, to be bad at. Bax, bunu da ora qeyd edin. To be excellent at-lə işlənir. 33 oldu A bəndi. Sonra baxırıq 34-cü testimizə. 34-cü testimizdə have you spoken to her recently? Speak to ilə işlənir də. Speak to somebody. Sən deyir, bu yaxınlarda onunla danışıbsanmı? Speak to somebody işlənir burada. Ona görə cavabımız olur bizim D bəndi. Baxırıq burada. Made-in işlənməsi necədir? Baxın. Bax, bir şey deyim sizə. Əgər make feili, sözündə made-də olur daha çox. Bax, boşluqdan sonra sənin burada material bildirən sözün gəlibsə, made of olur. Əks halda nədənsə düzəlib. Burada, məsəl üçün, deyirəm ki, üzü qızıldan düzəlib. Yəni, materialı qızıldır. Qızıldan hazırlanıbdır. Burada of qoydum. Amma qalan hallarda, deməli, make işlənir from-la. Make from-la düzəltmək mənasını verir. Davam edirik. 36-cı testimizə baxaq. Please talk to your teacher politely. Talk to ilə işlənir, qızlar. Fikirləşməyə ehtiyac yoxdur. Zəhmət olmaz deyir, müəllimənlə nəzakətlə danış. She paid the book with her card. Deməli, əgər burada olsaydı, cash sözü olsaydı, pay, boşluq, ya da paid,
cash. Nəqd ödədi desəydi, qoyardım pay in cash. O deyir, kitab üçün pulu nəqd ödədi. Pay for the book. Kitab üçün ödədi, nəqd ödədi. Pay for A bəndi. Amma nəqd olsaydı pay in cash olardı. Depend ondan işlənir. Bunu düşünmək lazım deyil. I am not familiar with this place. Deməli, bunu Günarə Umudova fəmlərə yazmışdı ki, fəmlər to ilə işlənir. Amma yenə də burada bir necə deyim, müəmma yarandı və mən onu araşdırmalı oldum. Deməli, familiar sözü 2 dənə söz önündən işlənə bilir. Bunlardan biri to'dur, biri isə with'dir. Və yenə familiar to canlı bildirər, amma familiar with cansız bildirir. Bunu yadda saxlayırıq. Deməli, burada familiar this place. This place cansız olduğu üçün familiar with olur. 39 A bəndi. Amma burada this place-in yerinə bir canlı olsaydı, onda familiar to götürərdik. Deməli, baxırıq 40-cı testə. 40-cı testdə congratulate təbrik eləmək deməkdir. Bax, feili tapdım avtomatik. Congratulate 10 sözündən işlənir. Başqa variant yoxdur. Y bəndi. They were upset about decision. Onlar deyir, qərar haqqında qəmgin idilər. Upset about-la işlənir. Nəyə görəsə qəmgin olmaq. 41 olur. C bəndi. 42-yə baxırıq. Their neighbors complained the loud music. İndi baxın burada. Complain of var idi, about var idi. Deməli, burada nəyə baxırıq? Onun deyir qonşular musiqi ilə bağlı şikayətləndilər. Complain about-dan işlənir. 42 olur A bəndi. 43-də succeed uğur qazanmaq deməkdir. Bax, in-lə işlənir. Succeed in 43 olur, deməli D bəndi. Baxın, çox üzərində bəzən dayanmıram. Niyə? Çünki uşaqlar bu vərdiş halı alıbdır. Yəni siz təsvir sonra avtomatik vərdiş şəklində onu promo yazasınız. Succeed oldu in-lə. Sonra complain burada tərcümə lazım oldu. Biraz about-la. Upset oldu about-la. Sonra scared of-la işlənir. Məsələn, many children are scared of the sun. Bəzi insanlar, deməli, sanda bu ildırım şimşəkdir. Sanda ildırımdan qorxurlar. Scare of, afraid of, qorxmaq deməkdir. Bunlar of-la işlənir. Afraid of, ikisindən bir yerdə saxlayın. Bəs bir də scare of deməkdir. Baxarıq bura interested var. Interested in-lə işlənir. 45 A bəndi. 46-cı test. He walked the room and sat some. O deyir, otağa girdi və oturdu. Otağın içinə girir də. Burada in yoxdursa, deməli B qoymalıyıq. Insist onunla işlənir. Deməli, yedir burada. The dog ran the house after hearing a noise. Səsi eşidəndən sonra it evin harasından qaçdı. The dog ran evin içindən qaça bilər əslində. Bizə saniyə. Out of the house-da evin içindən qaçır. Eşidəndən sonra 49-da the cat jumped over the wall and disappeared. Deyir ki, pişik divarın üzərindən hoppandı və yoxa çıxdı. Burada jump over, üzərindən hoppanmaq deməkdir. 50-ci testimizə baxırıq. 50-ci testimizdə də deməli, he responded my email with an hour. Respond sözünün də yenə artikellə işləməyində diqqətli olmalıyıq. Niyə? Çünki deməli, respond to ilə nə vaxt işlənir? Respond to letter, respond to email, respond to question. Burada da respond to email varsa, baxın, e-mailə cavab vermək, məktuba cavab vermək, suala cavab vermək isə to ilə işlədirsiniz. Amma, məsəl üçün, deyirəm, gülüşlə cavab verdi. Respond with smile. Bu şəkildə işlədirik.